Salam, hər vaxtınız xeyir. Artıq bildiyiniz kimi 1 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci və 4-cü ixtisas qrupları üzrə 1-ci blok imtahanları keçirilmişdi və indi sizə balların necə hesablamaq lazım olduğunu göstərəcəm. İlk öncə Google axtarış sistemində OTK az yazırıq və görürsünüz burada OTK az. Bunun üzərindən vururuq və burada bu hissədə görürsünüz 3 xətt var. 3 xəttin üzərindən vururuq və 3 xətt üzərindən vuranda burada kalkulyator işarəsi, onların ballar hesablanması üzərindən vururuq və burada artıq bizdə qruplar çıxır. Yəni 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupu üzrə siz balları hesablaya bilərsiniz. İndi isə 1-ci ixtisas qrupu üzrə balların necə hesablamaq lazım olduğunu göstərim. Məsələn, 1-ci ixtisas qrupunda riyaziyyat fənni və fizika fənni bilirsiniz ki, əsas fənlərdir və burada hər bir fənn üzrə 150 bal abituriyentlərə təqdim olunur, yəni 150 bal verilir və burada artıq siz ilk 22 sual bilirsiniz ki, bu ilk 22 sual variantla, yəni burada sizin yazdığınız suallarda səhv cavablar doğru cavablara təsir göstərir və növbəti artıq bu 23, 24, 25, 26 və 27. Yəni bunlarda səhv olsa artıq doğru cavablara belə deyək təsir göstərmir və eyni zamanda sondakı 3 sualda həmçinin 28, 30 orada səhv cavab versəz, yəni ki doğru cavablara belə deyək təsir göstərmir. Ona görə də siz tutaq ki hesablayırsınız ki ilk 22 sualda sizdə neçə düz və neçə səhv varsa, onu mütləq şəkildə hesablamalısınız. Çünki səhvlər burada yekun ballara təsir göstərəcək və eyni zamanda da qeyd etdiyim kimi fizikada da həmin qaydadır. İlk 22, yəni burada belə deyək 52-yə qədər olan variantlardan səhvlər düzləri aparır, amma yerdə qalan səhvlər doğru cavablara təsir göstərmir. Və indi biz fizika və riyaziyyatdan nə qədər düz, nə qədər səhv yazmışıq, onu qeyd edək. Və burada görürsünüz artıq ekranda biz birinci qrupu, yəni burada qruplar var, biz birinci qrupu seçmişik və buradan riyaziyyatda neçə doğru cavab var, onu qeyd edirik. Yəni bu hissəyə biz artıq o ilk 22 sual vardı, oradan doğruları yazırıq. Məsələn, biz 15 düz yazmışıq. Tutaq ki, 7-də səhvimiz var. Yəni boş qalanlar, yəni yazılmayanlar bura qeyd etmirsiniz. Daha sonra bu hissədə isə bizim 23, 24, 25, 26, 27 saylı tapşırıqlarda neçə düzümüz var onu yazırıq. Yəni burada səhvlər yazılmır. Məsələn, buradan da 3 dənə düzümüz var və bu hissədə isə son 3 sual, yəni 28, 29 və 30 sual, 30-cu suallarda neçə düz yazmışsınız onu bura qeyd edirsiniz. Məsələn, burada bir düzümüz var və burada biz görürük ki, artıq bizim riyaziyyat fənni üzrə balımız 55 bal gəldi. Və burada da 55 bal təbii ki, sizin bu nisbi balınızdır və o 55 balda burada əmsal var, 1.5 vurulur, 1.5-ə təxminən tək riyaziyyat üzrə 82,95 bal edir. Yəni bu şəkildə də siz artıq fizikada hesablayırsınız. Məsələn, fizikadan 13 düz, məsələn, 6 səhv, qeyd etdiyim kimi növbəti o 23, 24, 25, 26, 27 tipli suallardan məsələn 2 düzümüz var və fizikadan da olsun bizim 2 sualımız və burada görürsünüz artıq 53 bal 10-da vurur 1.5-ə və riyaziyyat fizika bir yerdə 162 tam %45 bal verir və təbii ki artıq növbəti gəldi bizdə burada informatika yaxud kimya, təbii ki burada hansı fənn üzrə imtahan vermişsə orada onu sizə göstərim. Bilirsiniz ki, kimya və informatika hər biri 100 bal verir və burada da eyni zamanda qeyd etdiyim kimi 82-ci tapşırığa qədər olan səhvlər doğru cavablara təsir göstərir, yerdə qalanlar isə təsir göstərmir və burada da biz artıq kimya yaxud da informatikadan balını hesablaya bilərik və artıq burada neçə düz, neçə səhv yazmışıq, onlar müvafiq xanada qeyd edək. Məsələn, kimyadan 8 düzümüz olsun, 2 səhvimiz və son 24, 25, 26, 27-yə qədər olanlardan tutaq ki, bir düzümüz olsun və buradan da tutaq ki, doğru cavab yazmamışıq, 0 kimi qəbul alırıq. Və burada da artıq bizim 25,8 balımız edir və o da yenə 1-ə vurulur, çünki burada 100 balla qiymətləndirilir. Və yekunda tutaq ki, bizim balımız oldu 188,25. Yəni bu şəkildə siz öz balınızı hesablaya bilərsiniz. Sizin də hər hansı sualınız yaransa, şərh bölməsində qeyd edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.